İnsana kasıbçılıq yaradan səbəblər bunlardır. Niyə kasıblamayaq? Niyə kasıblıq bizə üz gətirməsin? Aşağıdakı səbəblərə diqqət ayırın. 1. Zina. İnsanın kasıblamağına, fəqir olmasına, ruzisinin qaçmasına, xeyir-bərəkətin aradan getməsinə olan səbəblərdən biri də zina etməkdir. İmam Musa Kazım Əleyhisselamın buyurduğuna əsasən. Haram musiqi ğina. Ğina haram musiqidən hesab olunur və insanın kasıblaşmağına, fəqirlik üz getməsinə səbəb olan amillərdən biridir. İmam Sadiq Əleyhisselam buyurur. 3. Müsəlmana xəyanət etmək. Peyğəmbər buyurur ki, hər kəs müsəlman qardaşına xəyanət etsə, Allah onun ruzisinin xeyir-bərəkətini aradan aparar. 4. Özünü kasıb göstərmək, fəqir göstərmək. Kasıb deyil, fəqir deyil, amma müxtəlif bəhanələrlə nəfsin aldadır. Qoy bilməsinlər mən varlıyam, qoy bilməsinlər mənim imkanım var, özünü ona buna kasıb göstərir. Bax, bu insanın elə kasıblamağına səbəb olan amillərdən biridir. 5. Söyüş söymək. Söyüş söymək dilin günahlarındandır, insana yaraşmır və söyüşün özü insanın ruzisinə təsiri var. Ruzini azaldır, insana kasıbçılıq gətirir. 6. Günahı daim etmək. Ümumiyyətlə, günah etmək insana ziyan vurur. Amma bir adam var, günahı arada bir edir, bir də var, günahı həmişə, israrlı, davamlı edir. Bax, bu insana kasıbçılıq və fəqirlik gətirib ruzini kəsib aradan aparır. 7. Şam və işə namazının arasında yatmaq və gün çıxmamışdan qabaq yatmaq. Bu, insanın ruzisinin azalmasına, fəqirlik gətirməsinə səbəb olan amillərdəndir. 8. Çoxlu haram yemək. Haram yemək qadağandır. Amma indi haram yeməyinin həmişə çoxlu haram yeməklər yemək insanın kasıblamasına, ruzisini aradan getməsinə səbəb olan amillərdəndir. Xeyir-bərəkət də olmur. Başqalarına dilənmək. Dilənmək, yolçuluq İslamda qadağan olan əməllərdəndir. Məcbur olmasan, heç kəsdən bir şey istəməməlisən. Amma bəziləri bunu özünə peşə seçiblər və bu özü insana həmişə kasıbçılıq gətirən amillərdən biri hesab olunur. 10. Ehtikar. Bir şey yığırsan, müsəlmanların ehtiyacı olan bir ərzaq malını bazardan yığırsan, saxlayırsan ki, bahalaşsın, sonra bunu satasan. Bax, bu əməlin özü insana kasıbçılıq gətirər. 11. Ağı valideyn olmaq. Valideynlərimizin boynumuzda haqqı var. Kim ata-anasına qarşı hörmətsizlik etsə, ağı valideyn olsa, bir neçə bəlaya mübtəla olar. Onlardan biri də kasıbçılıqdır, zillətdir. Və ayaq üstə başı daramaq. Bunun bir hikməti var. İnkar etmək olmaz. Peyğəmbər Əhl-i Beyti özündən bir şey demir. Onlar savadlıdırlar. Çox şeylərə var ki, sonradan elmi kəşflər olur. Ayaq üstə başı daramaq insanın ruzisinə təsiri var. Və axırıncı bir neçə səbəbi ardıcıl olaraq sayıram. Əlləri yeməkdən sonra yumamaq, süfrənin ətrafında olan kiçik çörək tikələrinə diqqətsizlik etmək,